Salam, çox xoş gəlibsiniz mənim kanalıma. İndi burada olmağınız به معنای budur ki, istəsiz زبان برنامه‌نویسی پایتون öyrəşəsiniz və çox xoşalam ki, mənim dövrəmi tapıb və üstünə klik eləyibsiz. Mən sizə çox xoş xəbərlərim var. Bu ki, siz qərardır bu dövrənin axırında bir dənə yaxşı bir nəticəyə yetişəsiniz. Əgər با həmçinin qərardır gedək qabağa və o da bu ki, azmunهای fənni حرفه‌ای şirkət eləyə bilərsiniz. حالا azmunهای fənni حرفه‌ای nə məziyyəti var? Bu məziyyəti var ki, eləyə bilərsiniz tədris eləyəsiniz. Eləyə bilərsiniz tərcümə eləyəsiniz برای کشورهای خارجه، برای مهاجرت و برای شرکت، تأسیس شرکت در ایران. پس mənimlə qabağa gəlin və qərardır bu dövrənin axırında nümunə sualات teori və əməlisində با هم həll eləyək به صورت لایو və hər həftə bir dənə video در حد 15 الی 20 dəqiqə qərar verəcəm və sizdən təmrin istəyib və e-mail eləyəcəksiniz. Mən özümü də müəyyən eləyim. Mən Təbrizdən Bəhar 22 yaşında mühəndisi kompüter oxumuşam və indi Python tədris edirəm. Ümidvaram ki, با همچنین qabağa aparaq bu dövrəni və subscribe də yadınızdan çıxmasın. Burada anakondanı nəsb eləyək. Niyə? Çünki anakonda lazımdır برای اینکه biz محیط کامپایلری که استفاده eləyəcək زبان Python-a نیازdır. Burada anakondanı nəsb edəndən sonra ki, ağır bir bərnamədir. Burada skip vuracağıq və download eləyəcək. Mən download eləmişəm, hala نیاز deyil. Və gələcək burada ya müstəqim Jupyter notebook-u download eləyək və ya CMD. CM vursaq gətirir. Open vuracaq. Əvvəl şey bərrəsiydək burada nəsb Pythonumuzdur. Görürük ki, bəli, nəsb olub. Okey. Və gəlirik o kodi ki, o stringi ki, orada yazmışdı. Pip install Jupyter notebook-u vuracağıq və mən vurmuşam, hala run eləmirəm taşdan. Nəsb qərardır, nəsb olsun. Bədincə bu işləri gördük. Xob, nəsb olur. Buradan gəlib Jupyter-i intixab eləyəcəm. Open. Biraz dayanacam. Run olsun. Run olandan sonra bizə səhifə açılır. Bu səhifədə biz bir dənə new vurub və bir dənə notebook açacaq. Dəlilin ki, biz Jupyter-dən istifadə edirik. Burada select Python istifadə edirik. نه مناد جوپیتر ise bir dana ابزار قدرتمند برای برنامه‌نویسی و تحلیل داده به ویژه یادگیری ماشین دادیم، محاسبات علمی دادیم و çok روان و ساده دیم. محدودیت کد 1200 yoxdur مثل ویژوال استودیو. کش‌های رم و حافظه درجیردیم. خود به خود بالانس سیستم برقرار جست ذخیره eləməsəz həmişə save olar, قابل حملdir. Yəni məsələn siz bunu save edib vurub flash ayırda istifadə edə bilərsiniz. Huş məsnui biri işləsə həttəmən gərək Jupyter-lə işləyə və bu cürdə. Tamam. İndi gələk biz əvvəlin dəsturaya kodumuzu öyrəşək. Əvvəlin dəstura kod istəsək öyrəşək. Biz qərardır bir dənə zərf tərifləyək. Məsələn city. Bizim bir dənə şəhrimiz var. Şəhrimizin adı məsələn Təbrizdir. İndi burada görürsüz mən city-nin qabağında Təbriz yazmışam. Yəni Təbriz daxil zərf city-də qərar tapılır. Bunlar ki görürsüz, bunlar quotationlərdir. Əgər biz istəsək bir dənə bir mورد tərifləyək və daxil o zərf qoyaq, quotation-da qoyarıq. Və əgər onların ki quotation-lər yoxdur, onlar به عنوان tərifdirlər. Biz zərflərə deyərik save placement. Bizim semikolonumuz yoxdur bu cür Pythonda. Bəli, indi istəyirik gələk əvvəlin dəsturumuzu öyrəşək. Əvvəlin dəsturumuz print-dir. İstəyirik o şey ki yazmışıq back-end-də yazılıb, front-end-də yəni o şey ki karbər görür, görək. Biz burada neçə dənə dadələrimizi tozih verdik və indi istəyirik برای مثال eydi gələk tozih verək. Ədədi istəyirik nəmə göstərək. Burada error verdi. Niyə? Çünki ki daxil bu taypı görsətmirsən, mən nə mənə görsədim bilə və mən yazıram eyd.
Age'i mənə görsən ki, olsun nə mənadır? Və Ctrl Shift. Heç intdir, az non ədəddir. Pəs burada dedi city stringidir, age intdir. İdamədə əvvəlin dəsturu çizdiriq, öyrəşək. Dan qabaq bir dənə توضیحات نکات کلی deyim. Tamamilə dəsturlar, yəni bunlar və bunlar hərf کوچəklə yazılır. Məsələn, mən hərf bozorqla gəlib yazsam city müsaviyə elə həmin şəkildə Təbriz. Bir dənə məsələn bura 7 qoyam və gələm aşağıda da yazam city Təbriz. Bunların fərqi var. İndi deyəcəm fərqi nə mənadır. Bəd biz Python-u با حروف بزرگ və ya کوچک yazsaq həssasdır. Yəni bununla bunu sində birini böyük yazmışıq, birini kiçik. Bəd bizim hər nə mənki daxili quotation-dilər, bu içdən alırlar və ya birdən alırlar, bunlar. Yəni onlar string-dilər. Biz eləyə bilmərik xurufu, tərifi burada məsələn ədədlə başlayaq. Xəta verər. Və ədədə də eləyə bilmərik sıfırla başlayaq. Çünki xəta verər, görürsüz? Ona görə dəlili ki, saytda məsələn 0.9-la başlamırlar və müsbət 98-la başlayır, budur. مورد بعدی qabaqda deyəcəm və o da bu ki, əvvəl dəstur istəyim deyəm. Fərqi bunlarda deyim. İndi print yazırıq. Print bizim dəstur əvvəlimizdir. Print be mənaya bu ki, nə mənəyə ki, back-enddə yazılıb, bizə frontda görsət. Front nə mənədir? در واقع جلو، روبرو. روبروda bizə frontu görsət. Məsələn, mən bunun içində yazıram city. Yox, nə mənə görsədəcək? Bizə Təbrizi 2 görsədir. Vəli indi gələm yazam print city bizə Təbrizi görsədir. Pəs bunun fərqi var. Və huruf bozorg və küçək həssasdır. Buradan öyrəşdik. Hala biz istəyirik, məsələn, sinimizi çap eləyək. Yazacaq ki, 8 sinimizi yazaq, 24. Print 8 24. خب bu okeydir. Bəli istəyirəm mən salı təvəllüdüm yazam 1381 və istəyirəm bunu özü 24-nu gəlsin. Nə cür bir dənə ayrı bir təriflirəm. Salı təvəllüd müsavi. Deyirəm ki, mənim age-imi 1400 bu ili age-dən çıx. Age nə mən olsa ondan çıx. Və print alıram. Nə mənədən? سال təvəllüd. Bizə gəldi 22. Mən heç 22 yazmamışdım. 1400 minha 1381 elədi. در واقع bu qismət riyazi qismətidir və nəticəyi bunun nəticəsini daxili bu zərfdə qərar verirəm və bu zərfi nə edirəm? Print alıram, çap alıram. Və biz در واقع tərifləyəndə bir dana zərfi safe placement-i gərək fasilə verməyək. Məsələn, bu fasilə space-i verməyək. Bu xəta verər bizə. İştibah. Gərək fasilə verməyək. Və biz eləyə bilirik bu printə. İndi məsələn, mən bu printə bir dana cümlə istəyirəm izafə eləyəm. Deyəm, salı şoma دو نقطه مثلا 22 سن شما 22 برای اینکه biz bir dənə cümləni yazaq, gərək quotation içində qoyaq. Bir dənə string, burada necə gördük string, bu da ölçüdür, reştədir. İndi biz bunu run eləsək xəta verəcək. Xətayı sintaksi verəcək. Nə mənə deyir? Forget a comma.
Biz əgər printin içində istəsək bir dənə cümlə yazaq, gərək həttəmən koma qoyaq və bu komanı bu quotation'dan sonra qoyacaq. Sen şoma 22 است. Biz istəsək cinə printin içində ayrı bir mövzu yazaq, cinə koma qoyub, məsələn yazacaq şoma 1080 هستی və run eləyəcək. Şoma 1080 است. Burada fasilə qoymanın heç müşkülü yoxdur və təsiri vardır. Özür düşürsünüz. Və idamədə cəsaq dəsturumuzu öyrəşək inputdur. Input nə mənadır? Həmişə qərarda mən öz sinimi yazam, öz ili yazam, Təbrizi yazam. Qərardır karbərdən ittiliatı alam. Məsələn, sizlərdən istəyirəm karbərlərdən ittiliatı alam. Beləcəm bir dənə zərf tərifləyəm, məsələn, ney? İstəyirəm ad alam. Deyəm input. Inputun içində həmişə o cümləyə ki istəyirik karbərə göstərsin yazırıq. Farsi yazıram. کاربر گرامی لطفاً نام خود را وارد کنید. 2 نقطه. Tamam. الان o cümləyə ki məsələn siz saytlarda görürsünüz نام خود را وارد کنید, شماره خود را وارد کنید بود. بعد deyirəm print elə mənə print name. name. خب. نام خود را وارد کنید. من دیرم بهاره و من پرینتر بهارم. مسئله 4 الان من burada AIDS yazam və yazam input deyəm enter your age və burada print eləyəm. Baxın görün mənə nə gətirəcək. Mən burada usulən cəhəsinimi məsələn 22 qoyum. O 22 gəldi. ولی məsələ budur ki, mən idamədə istəsəm, məsələn, age müsaviyə input enter your age mən burada yazam year salığı mənə denə. year. و این bu kodata gələm yazam سال تولد مساوی 1403 منهای age و print elə mənə سال تولد mənə gətirəcək خب enter your age year. 1381 error verdi. Type error. Niyə? Deyir ki, mən type-ım int-dən istiarə eləyə bilmərəm, təbdil eləyəm, menh eləyəm, əməliyyat riyazi əncam verəm, yəni mənə. Bizim zaten və kullən inputun zaten nösi stringidir. Yəni mənə. Yəni bu ki, indi mən gələm yazam input. Məsələn, age müsaviyə input. Sən hala xalı qoyum. Deyim bunu mənə type-ın görsət. Age type string gətirəcək mənə. 1 vurmuşam, bəli string gətirir. Pəs bu onu görsədir ki, bu stringidir. Yəni rəştədir həmişə. در ادامه برای اینکه biz تبدیل eləyək bu kodumuzu copy برای اینکه تبدیل eləyək bu kodumuzu düz koda əvvəl
input'a int qoyacaq. O vaxt istəyirik təbdil eləyək bu içindəki cavabı ədədə. Inputun ki stringidir, biz istəyirik ədəd min eləsin, cəm eləsin, ya hər nə eləsin, int təbdil eləyəcək. Bəs indi run eləsək və 1380 vursaq, düz gəldi. Ürünümüzün təmrini bu idi və sizdən istəyirəm bir dənə özünüzə nam xanavadəgi, seninizi də bu şəkildə yazasınız və bir də ərzəy xanavadənizin adın, şöhrətin, sinni yazıb çap eləyəsiniz. E-mailimi də qoyacağam. Ümidvaram ki, kamil öyrəşəsiniz və məndən suallar soruşasınız. Çox xoşhal oldum ki, subscribe eləyib, like eləyib və dostlarınıza share eləyəsiniz. Mersi, fعلا خدا.